xeyir olsun. Hər vaxtınız xeyir. Məhəmməd müəllim, İran İsrail istiqamətinə raket zərbələri endirəndən sonra İsrail ordusu hava hücumundan müdafiə sistemlərini işə saldı. İranın ümumiyyətlə sükutu niyə görə pozmasını öncə soruşmaq istəyərdim ki, ilk belə deyək ki, addımı İran atdı təbii ki, ötən gün. Bunun səbəbi nədir? Bilirsiniz, birincisi, onsuz da Hörmüzdə vaxtaşırı atəşkəs qeyd edilsə də, amma biz görürük ki, İran və ABŞ bir-birinə qarşılıqlı zərbələr vururlar Hörmüzdə. İkincisi isə Vaşinqtonda Livan və İsrail arasında aparılan danışıqlarda atəşkəs əldə olunsa da Hizbullah bu atəşkəsi rədd etdi. Amma nəticədə İsrail Beyrut istiqamətində hərbi əməliyyatları genişləndirərək Litani çayının da şimali istiqamətində Hizbullaha qarşı çox ciddi şəkildə zərbələr vurdu və bu təbii ki, İran tərəfindən qırmızı xəttin İsrail tərəfindən keçirilməsidir və İran bunu ilk növbədə özünün müqavimət oxuna qarşı İsrailin əməliyyatı kimi, İsrailin müharibəsi kimi dəyərləndirdi və bundan əlavə İsrail də İrandakı bir çox radar sistemlərinə də qarşı bir neçə gündür ki, hərbi əməliyyatlar həyata keçirilir lokal olsa da. Yəni, bu hücumun ilk geniş miqyaslı məhz İran tərəfindən reallaşmasında, yəni İranın da burada əlində tutarlı argumentlər də var. Onsuz da ABŞ və İran arasında danışıqlar dalana dirənib. Donald Trump nə qədər desə də biz artıq yekunlaşmaq üzrədir. Nüvə məsələsinə bağlı İran razılığı verib, silah hazırlamayacaq. Amma İranın da şərtləri var. Qeyd edildi, Hörmüz boğazında İranın tamamilə nəzarəti və İrana sanksiyalara düşmüş vəsaitin sanksiyalardan qaldırılması İrana köçürülməsidir. 24 milyar dollar. Bu İran məhz birinci bunu tələb edir, 24 milyard dolları və bununla da ABŞ-ın nə qədər səmimi olduğunu da görmək istəyir. Yəni göründüyü kimi hazırki müstəvidə atəşkəs olsa da, amma lokal atışmalar davam edildi və hər hansı bir diplomatik danışıqlarda irəliləyiş yoxdur. Bu yenidən müharibənin alınacağında mümkün idi. İran öz raket potensialını getdikcə bərpa edir və yeni müharibəyə hazırlaşırdı. Amma düşünürəm ki, yenidən atəşkəs təmin olunacaq. İndi Donald Trump İran və İsraili atəşkəsə çağırdı. İndi növbəti gün İsrail, növbəti gün ABŞ prezidenti Donald Trump bəyan edəcək ki, mən yeni bir müharibəyə son qoydum. İsrail və İran arasında atəşkəsin əldə olunmasına vasitəçilik etdim. Yəni bunu da biz bu bəyanatı Trumpdan gözləyək. Necə o baxmayaraq ki, bu müharibənin arxasında Amerika Birləşmiş Ştatları durur. Bir növ Donald Trump da özünü yerində sülhpərvər kimi sabaya gözlü və ya bir neçə saatdan sonra belə bir açıqlama verə bilər. Mən yeni bir müharibəni bitirdim. Məhəmməd müəllim, biz ümumiyyətlə İran-İsrail arasındakı münasibətlərə diqqət yetirsək, görərik ki, onların arasındakı münasibətlər gərginləşib, sonra ara sakitləşib, sonra bir də gərginləşib, bir də sakitləşib. Konkret olaraq proqnozlarınız nədir? Geniş miqyaslı müharibələr gözlənilirmi? Bilirsiniz, geniş miqyaslı müharibə baş versə, İran bunu bəyan elədi. Körfəz ölkələrində Amerikanın və İsrailin neft platformaları var. Burada onların şirkətləri var. Həmçinin İran çox ciddi şəkildə Körfəz ölkələrində Amerikanın və İsrailin neft terminallarında olan şirkətlərində çox böyük zərbə vuracaq. Həmçinin İsrailə də böyük zərbələr vuracaq. Artıq İsrailin də Neftçiyə zavodu dağıdılıb. Baxmayaraq ki, İsrail addım atıb. Amma düşünürəm ki, bu vaxtaşırı bir-birlərinə qarşı həyata keçirilən bu hücumlar düşünmürəm ki, geniş miqyaslı müharibəyə gətirib çıxarsın. Səudiyyə Ərəbistanı da, Körfəz ölkələri də, Misir və Türkiyə də buna imkan verməz. Amerika ilə bu məsələ ilə bağlı çox ciddi danışıqlar aparılır. Çünki bu dünya iqtisadiyyatını iflic edə bilər. Amerikanın, Donald Trump'ın siyasi imicinə böyük mənfi təsir edər. Mən düşünürəm ki, bir yol tapılacaq. Amerika Birləşmiş Ştatları çalışır ki, təzyiq eləsin ki, İrana danışıqlar masasına otursun. Məhz İsraillə İran, mən hesab edirəm ki, İran İsrailə qarşı bu raket hücumunu həyata keçirməsinə də Amerikanın məlumatı olub.
Bir növ burada Donald Trump da Benyamin Netanyahu da cəzalandırmaq istəyir. Çünki Beyruta hücuma Donald Trump icazə verməmiş. Onların danışıqlarında da çox ciddi şəkildə böhran yaranmış telefon danışıqlarında. Və düşünürəm ki, Amerika Birləşmiş Ştatları prosesi idarə edir və İrana da təzyiqlər etməyə çalışır. Benyamin Netanyahu administrasiyasına müxalifət olmasın, İran da danışıqlar masasına əyləşsin. Həmçinin də artıq İsrail də Hizbullah deyərək hərbi əməliyyatları, bu təxribatlara getməsin. Yəni, Vaşinqton prosesləri idarə edir və düşünürəm ki, Amerika imkan verməyəcək ki, geniş miqyaslı müharibə olsun. Növbəti mərhələdə tərəflərin müəyyən bir razılığa gəlməsini mən gözləyirəm. Amma geniş miqyaslı müharibənin başlanmasını hesab edirəm ki, indiki şərtlərə uyğun deyil. Bu İranın maraqlarına cavab verir, nə də bu Amerika Birləşmiş Ştatları, nə İsrail. 4 günlük müharibə gördük ki, çox şiddətli idi, çox dağıdıcı bir müharibə idi. İranın da burada vəziyyəti çox kəskin idi, İsrailin də Yaxın Şərqdə Amerikanın bazalarında, onların qoşunlarında, yəni tərəflər düşünmürəm ki, növbəti dəfə həmin 44 günlük müharibəyə qayıda bilərlər. Məhəmməd müəllim, bir məsələyə daha aydınlıq gətirmək istəyərdim. Əslində elə beynəlxalq ekspertlər arasında da sizin kimi düşünənlər var ki, bu məsələ ABŞ ilə razılaşdırılıb, yəni söhbət İsrailin addımlarından gedir. İndi məsələ belədir ki, yəni artıq Trumpın az öncə biz mövqeyini təqdim elədik. Trump hər iki tərəfi belə deyək ki, razılığa çağırıbdı. Siz də dediniz ki, müəyyən mənada razılıq əldə olunacaqdır. Bilirsiniz ki, razılığın əldə olunması üçün tərəflərin kompromisə getməsi vacibdir burada. Amma İran heç cür bu məsələdə, necə deyərlər, kompromisə getmir və tez-tez belə deyək ki, odlu, alovlu açıqlamalarını görürük. Hansı məsələdə sizcə bu güzəştlər oluna bilər? Bilirsiniz, kompromisə gəlmək üçün ilk növbədə İranın təklifi oldu. İsrail Hizbullaha qarşı Livandakı hərbi əməliyyatları dayandırmalıdır. Həmçinin Amerika Birləşmiş Ştatları da İrana qeyd edir ki, sən artıq Hizbullahı maliyyələşdirməməlisən, Livandan çıxmalısan. İran da buna gedər. İlk növbədə Amerika Birləşmiş Ştatlarına 24 milyardlıq dollarlıq sanksiyalar götürülməsini təklif edir. Və qeyd edir ki, bu pullar İrana köçürülməlidir. Bu günləri İran daha çox sosial-iqtisadi vəziyyətin ağırlaşmasından qorxur. İranın hərbi siyasi hakimiyyəti nəinki İsraillə Amerikana müharibənin davam etməsində. Yəni, Amerika ilə İsraillə müharibə bu Sebaha mövqeyin daha da gücləndirir. Amma əhali dolandırmaq lazımdır. 90 milyon əhali var. Ona görə də daxili məsələni bir növ Sebah rəhbərliyi nəzərə alır. İqtisadi vəziyyət getdikcə çətinləşir, hiperinflyasiya, əhali vəziyyəti, rejimlər narazılıq artır. Ona görə də İran tərəfdə çalışır ki, Amerika ilə müəyyən orta məxrəclik gəlsin. Vaşinqton bir növ öz tələblərini ciddi eləmək istəyir İrana, bir növ kapitulyasiya, amma İran da təbii ki, buna getmək istəmir. İran deyir ki, müharibə elədik, savaşdıq, amma sən də öz yerində dur, mən də öz yerində bir orta məxrəcə gələk. Mən hesab edirəm ki, orta məxrəcə gəlinəcək. Həm Livanla da bağlı, Hörmüz boğazı ilə də bağlı. Amma kim burada daha çox pay götürməyə çalışır? Mən hesab edirəm ki, Amerika tərəfi İrana maliyyə sanksiyalarını aradan götürsə, müəyyən bir razılaşmalar, çərçivə razılaşması mümkün ola bilər. Aydındır. Məhəmməd müəllim, son olaraq bir məsələni soruşmaq istəyirəm. Burada görünən üç tərəf var, İran, İsrail və ABŞ. Burada nəticədə üç tərəfdən hansının maraqları təmin olunacaq, belə deyək ki? Bilirsiniz, burada ən çox itirən tərəf İsrail. İsrailin maraqları burada üç tərəfdən tanınır. İsrail Həmas da yerindədir, Hizbullah da yerindədir və İran rejimi də yerindədir. İsrailin də məqsədi İranda vətəndaş müharibəsi, İranda xaos, İranda hakimiyyətin deyilməsi. Bunlar başlanır. Və Livanda da Hizbullah da müəyyən dərəcədə yerində qalacaq.
Burada İsrailin istədikləri olmadı. Hə, onda ola bilər ki, İran nüvə silahından tamamilə imtina edir və zənginləşdirilmiş 400 qramdan artıq nüvəni digər ölkəyə və bu Çinə verir. Burada İsrail bundan razı ola bilər və bir nəvə imkanında xalqa çatdıracağı söz ola bilər. Və Amerikanın da təbii ki, burada maraqları müəyyən dərəcədə təmin olunur. Amerika yaxın şərqdə güclənir. İran da, İran rejimi hakimiyyətdə qalması, dayanıqlı qalması bir növ özünün qalibiyyəti hesab edir və bir də Hörmüz boğazında bir növ öz göstərişi mövqeyini gücləndirir körfəzdə. İranın da müəyyən qədər də qazancı ola bilir. Həm hakimiyyətdə qalır rejim, həm də Hörmüz boğazı ilə də müəyyən güzəştlər tələb edir. Aydın oldu. Çox sağ olun. Teşekkür ederim bir daha yayımıza katıldığınız için. Qeyd edim ki, bizimlə birbaşa canlı bağlantıda siyasi şərhçi Məhəmməd Əsədullazadə idi və biz İran-İsrail arasındakı gərginliyi müzakirə etdik.